1. Hörmətli izləyicilərimiz, hörmətli tamaşaçılarımız, hörmətli valideynlərimiz, biz Çağdaş Təhsil komandası olaraq bu günlərim Azərbaycanımızın çox gözəl bölgəsi olan Bərdə rayonunda biz Molla İsalar kəndində demək qabaqcıl nümunə müəllimləri sizə təqdim elədik. 2 nəfər müəllimlər biz çəkiliş elədik Rəşad müəllimdən və o cümlədən onun anası və bütün şagirdlər tərəfindən, müəllimlər tərəfindən sevilən müəlliməni sizlərə təqdim eləmək istəyirəm. Müəllim buyurun, adınız, soyadınız? Məmbətova Sevda Yusuf qızı. Çox gözəl. Sevda müəllim, neçə il təhsil sahəsində çalışırsınız? Demək olar ki, 40 ildən çox. 45 ilə qədərdir ki, təhsil sahəsində canınızı fəda verirsiniz. Siz haqqında biz bilirik. Çoxlu sayda şagirdlərdən maraqlanmışıq. Biz bilirik ki, şagirdlərə vətənimizi sevməyi, bayrağımızı sevməyi, dövlətimizi sevməyi təbliğ edirsiniz. Hansı fən tədris edirsiniz müəllimə? İqtisadi müəllimə. Çox gözəl. Və müəllim, biz sizi kimi müəllimlərlə fəxr edirik, qürur duyuruq və hər zaman biz sizi kimi müəllimlərlə qürur duyuruq və biz bilirik ki, müəllimlik peşəsi ulu öndərimiz demişkən ən şərəfli və müqəddəs peşələrdən biridir. Amma müəllimlik peşəsində də, müəllimlik ixtisasında da ən çətin ixtisas, mən bir jurnalist olaraq demək istəyirəm ki, və ibtidai sinifdir. Çünki ibtidai sinif müəllimləri, bəli, bunu mən özüm də 18 kitab müəllifi, Qızıl Qələm mükafatçısı və jurnalist olaraq demək istəyirəm ki, həqiqətən də elədir və o cümlədən onu da demək istəyirəm ki, o müəllimlər təkcə şagirdlərə rəqəmləri deyil, əlifbanı deyil, həm də vətənimizi sevməyi, bayrağımızı sevməyi, ilk ana sözünü, ata kəlməsini, vətən sözünü, insanlarla rəftar, ünsiyyət, gələcəkdə düzgün mövqe tutmayı öyrədirsiniz. Ona görə siz öz adımızdan dərin təşəkkürünü bildiririk. Çağdaş Təhsil komandası olaraq sizi ki, müəllimlərə fəxr edirik. Müəllim, öz şagirdlərinizə və o cümlədən övladlarınıza ürək sözünüz. Mən öz şagirdlərimə arzu edirəm ki, ən əvvəl öz vətənini sevsinlər. Vətən ailədən başlayır. Ən birinci ata-analarını sevsinlər. Bir-birinə hörmətlə yanaşmağa bacarsınlar. Çalışsınlar, gələcəkdə elmi sirlərini öyrənsinlər. Onların təhsili ilə maraqlanan valideynlərinin zəhmətini heç vaxt itirməsinlər. Biz müəllimlərə dəyər versinlər və nəticədə yüksək nailiyyətə nail olsunlar ki, İnşallah. Gələcəkdə Azərbaycanın, xalqımızın rəğbətini qazansın. Çox sağ olun. Vətənimizin layiqli övladı kimi yetişə bilsin. Təşəkkürlər. Biz sizi ki, müəllimlərlə fəxr edirik, qürur duyuruq. O gün olsun ki, inşallah siz də təqaüdə çıxana qədər tərəqqi medalı alasınız, əməkdar müəllim adı alasınız və bunu biz sizə arzu edirik və cənab prezidentimizdən bir jurnalist olaraq xahiş edirik. Və jurnalist olaraq, jurnalistin işi nədir? Jurnalistin işi odur ki, ya mənfi çəksin, ya da müsbət çəksin. Mən bir müsbət jurnalist kimi, tənqidçi jurnalist kimi və sizin haqqınızda gözəl fikirlər deyirəm ki, həqiqətən də siz o adlara layiqsiniz. Dərin təşəkkürümü bildirirəm, minnətdarım bildirirəm. Çox sağ olun, minnətdarım bildirirəm. Mən də sizə özlərin təşəkkürümü bildirirəm. Çox sağ Allah olun. sizdən razı olsun. Allah xalqımızı həmişə firavanlıqda yaşatsın. Amin. Dövlət başçımız, Ali Başkomandanımız İlham Əliyevə öz təşəkkürümüzü bildiririk. Çox sağ olun. Onunla yanaşı Mehriban xanıma da bir qadın olaraq, bir ana olaraq ona da öz təşəkkürümü bildirirəm. Təşəkkür. Müəllimə kimi də bir ehtiramla dövlətimi sevirəm, xalqıma böyük hörmətlə yanaşıram və Azərbaycanın inkişafı üçün gənc kadrlara, gənclərə həmişə köməyini əsirgəməmişəm və qarşımda əyləşən hər bir şagirdə də dövlətçilik mövqeyində vətəndaş kimi böyümələrini arzu edirəm. Təşəkkürlər, minnətdarım. Çox sağ olun. Çox sağ olun.